these brothers my guys. Know that we fly, know that they ride or die. Herkes salam dostlar. Bugünlər Azərbaycanı futbol niyə inkişaf eləmir? Onun haqqında danışacağım. İndi keçək videomuza. Dostlar, Azərbaycanda bilirsiniz niyə futbol inkişaf eləmir? Çünki Azərbaycanda bir uşaq futbola marağı olan kimi, ailəsinə gedib deyən kimi, ailəsi onu yaxşı şəkildə qarşılamır. Deyir ki, get dərsini oxu. Və bu uşaq dərsi oxusa da gedib bir işdə, nə olsun ki, gedib 10 minlik işdə, 15 minlik işdə oxuyacaq. Özü istədiyi, sevdiyi bir işdə işləməlidir. Amma valideynlər icazə vermir. Ya deyirlər ki, futbolu neyinsən, gedib yıxılıb gələsən, futbol neyinsən, onunla nə pul qazanasan, kimi sözlər deyilir. Azərbaycanda isə buna görə futbol inkişaf eləmir. Azərbaycanda çoxlu komandalar var. Köpəz, Şamaxı, Ağsu, Qarabağ, ən güclüsü Qarabağ Zirə və Sabahdır. Lakin Qarabağın Çempionatlar Liqasındakı məsələn Qarabağ Frenşuruz, Qarabağ Benfica, Qarabağ Bilbao'ya uduzmuşdu, Qarabağ Napoli oyunu olacaq, Kopenhagen'də udmuşduq. Çoxlu udduqlarımız var. O boyda Chelsea'də 2-2 qalmışıq deyə mən linçləməyim. Amma burada Qarabağın özündə çox Azərbaycanlı oynamır. Bir dənə mənə 3 dənə güclü oynayan, mənə görə 3 dənə güclü oynayan futbolçu var Azərbaycanlı. O futbolçular Elvin Cəfərquliyev, Tural Bayramov, bir də Bəhlul Mustafazadədir. İndi deyəsiniz ki, Musa Qurbanlı. Musa Qurbanlı kimdə? Azərbaycanda belə bir şey, bu Musa Qurbanlı yaxşı oyuncudur. Elvin var, nə bilim nə var. Onsuz sən nəyə olursan? Varımızda futbolçularımız deyirlər deyə milli komandamız bu gündədir. İndi mənə deyəsiniz ki, milli komanda Fransaya bir qol vurub. Bəs udmuşuq? Udmamışıq. Onu bir dənə qol vurmuşuq deyə and içə bilərik. Amma udmamışıq. Azərbaycanda gücsüz oyuncular çoxdur. Zəif oyuncular çoxdur. Azərbaycanda bir dənə normal qapısı var, o da Şahrüddindir. O birisi var, oynayan bir Şahrüddin, Spiderman kimi şeydir onsuz. Və bu Azərbaycan komandalarının ən çox bahalı gətirilən oyuncu Leo Andrade'dir. Qarabağa gətirilib 22 milyon dəyəri var idi. İndi bilmirəm. Amma Qurban Qurbanov olmasa bu Azərbaycanda futbol çökərdi. Futbol oynanmazdı. Qurban Qurbanovun sayəsində Azərbaycanda futbol var, futbol çökmür. Bu valideynlər və uşaqların indi getdiyi işdədir dediyimiz kimi işdə. O uşağın beyni o futbolda da qalır. Universitetə qəbul olsa da futbolda qalır beyni, həm də burada da qalır. İki yerdə başı qaldığı üçün isə nə universitetdən çıxıb bir işə girir, nə də futbolçu olur və arxası hüsran. Ona görə də Azərbaycanın futbolu yoxdur. Azərbaycanda uşaq futboluna da maraq yoxdur. Altyapılar bomboşdur demək olar ki. Belə şey olur. Ged indi Fransanın altyapısına bax, İtaliyanın altyapısına bax. Juventus'un o boyda altyapısı var. Türkiye'de Galatasaray falan hər şey var. İndi deyirsiniz ki 2-2 Chelsea ilə qalmışıq. 300 milyondan çox komandaları udmuşuq, eləmişik, amma Bilbao'nu uda bilməmişik. Bilbao onsuz güclüdür, Real Madridlə dirəşir. Onu çıxdım. Bəs bu Azərbaycan altyapısı nə gündədir? Heç baxmısınız? Altyapısındakı oyunculara baxmısınız heç? Bu necə oyunculardır? Uşağın ya qaça bilmir, ya gedə bilmir. Qaça bilmir deyə arıqlamağa qoyurlar uşağı. Arıqlamağa yox uşağı. Orada oynayıb pul qazana biləcəyi səviyyəyə getmək üçün qoyulmalıdır. Əslində futbola uşağı qoymaqla deyil. Uşağı futbola bir ay getdi, sonra isə gedib bir komandaya qəbul olmalıdır. Neyse, videomuz bu qədər. Bilirəm ki, bundan da bir şey çıxmayacaq. Sağ olun, özünüzə yaxşı baxın.